Sizə hal-hazırda bir görüntü təqdim edirəm. Yekaterinburqda məhkəməsi keçirilən Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur. Həqiqətən də bilinir ki, insan vəhşicəsinə döyülüb, işgəncəyə məruz qalıb. Ümumilikdə bu məsələlərin ətrafında yalnız və yalnız qanunsuzluq hökm sürür. Heç bir qanuni addım yoxdur. İnsan hər hansı bir cinayəti törətsə də, hər hansı bir qanunsuz hərəkətə imza atmış olsa da, mütləq hüquq və qanun insan azadlıqları çərçivəsində dəyərləndirilməlidir və cəzası nədir onu almalıdır. İnsanın evinə soxulmaq, işgəncə verilmək, döymək, əzizləri qarşısında aşılamaq, övladları qarşısında alçaltmaq yalnız və yalnız qanunsuzluğun nişanəsidir. Həmişə olduğu kimi bütün məsələlərdə dövlət vətəndaşının yanında olub. Burada da hər kəs əmindir, heç şübhə də yoxdur. Artıq bu məsələlər başlanılıb ki, qanunsuzluğu eləyən şəxslər özləri də cəzalarını çatacaqlar.